İranda bir çox xalqlar yaşayır. Amma İranda ən çox baskıya, ən çox qətliama məruz qalan Azərbaycanlılardır. Və bu gün İranda təşkilatlanmasına qəti şəkildə imkan verilməyən də Azərbaycanlılardır. Və bu gün yeni İran yaradılarkən də bu prosesə ən az hazır olan xalqlardan biri də yenə bizimkilər. Təəssüf. Və bunun da kökü var. İran təəssüf ki, uzun müddət Kürdləri gətirib Azərbaycanlıları yaşayan bölgədə yerləşdirdi. Bu ərazilərin ciddi bir formada coğrafiyasını dəyişməyə çalışdı. Yəni və bunu edə bildi Urmiyada və bəzi ərazilərdə. Və eyni zamanda çox təəssüf ki, İran gəlirik regionun digər bir ölkəsi olan, bu gün İranın salamat və sabit qalması üçün çalışan Türkiyəyə də qarşı hər zaman xəyanətkar mövqe seçib. PJK-ı kim dəstəkləyib? İranda yaşayan Kürdləri kim Türkiyəyə qarşı yerləşdirirdi? Molla rejimi. Və ya bu yaxınlarda Kürdlərin Suriyada silahları aşkarlandı. İran istehsalı dronlar, İran istehsalı olan pilotsuz uçuş aparatları və o mənada da yəni bu ciddi bir narahatlıq doğuran bir məsələdir. Çünki bizim orada yəni istəsək də istəməsə İran dağılarsa biz yəni İran xalqının daha yaxşı yaşaması və s. məsələlərini arzulayırıq və istəyirik. Amma burada yəni İran dağılarsa, hazırki sistem gedərsə, belə bir hal baş verərsə, burada biz elə etməliyik ki, uduzmayaq və itirməyək. Bu çox önəmli bir məsələdir və ona görə də burada yəni bizim 40 milyon soydaşımız yaşayarkən bizim bu hadisələri seyr etməyimiz, ona önəm verməməyimiz bu düzgün olmaz. Qəbul edilməz.